Salam aleyküm xanımlar, bir daha kanalıma xoş gəlmişsiniz. İndi bu videonun 3-cü hissəsini çəkmək istəyirəm. Bugün işim çoxdur əslində. Reklamlar çəkməliyəm, eləməliyəm, manikerlərin əyinlərini dəyişməliyəm. Hər həftə dəyişməyə çalışıram. İndi bu geyimlərdədir, bunların da şəklini çəkəcəm, eləyəcəm. Məsəl üçün bu dondu, bunu indi endirməyə qoymuşuq. 20% endirimdədir, biraz qalın olan materiallarda olan geyimlər. Manikenin əyindəkilərini göstərim. Bunlar ayrı-ayrı şəkillərini də çəkəcəm birazdan. Beləncə cins dondu, belə bir şərhdən. Bu da nə parlaqdır, nə də belə şeydir, striç fason kimi də qəşəng material var, qəşəng başda oturur. Bu da belə. Ondan sonra düşürdəndən sonra bir də çəkəcəm. Xanım yazmışdı namaz xalçalarını göstərim deyə. Onu göstərmək istəyirəm. Belə namaz xalçalar var. Bu 20 manatadır bunlar. Baxız belə göstərim. Bir də belə rəngi var. 3 dənədir. 3 qaldı. Bu 18 manatadır. Bu ona baxanda qalındır. Bir də beləncə materialı var. Bu belədir. Bu da belə. Bunda 2 rəngi qalıb ki. 2 rəngi qalıb. Sonra bunlar 10 manatadır. Rəngləri bunlardır. Bir də belə naziklər. Bu isə 6 manatadır. Qattalayıb belə qoymuşuq ki, yaşılka yerləşsin. Bunlar isə Ramazana aid yastıqlardır. Belə yastıq üzləridir, to ist beləncə 4 dənədir. Hərəsi 4 manatdan. Zamoku da var belə. Buradan açıb sentifon doldurub qoymaq üçün. Bir dənə də belə süfrəmiz var. Bunlar bir ev üçün yaxşıdır da. Söz yadımdan çıxdı. Neysə. Belə bir də belə namaz xalçaları var. Zamokdan açılır, tam belə açılır, sonra lazım olmayanda bağlanılır. Sonra nə göstərəcəkdim? Niqabımızı da göstəreyim. Beləncə uzun niqabdır. Beləncə. Sonra enli rubaşkalar da bir xanım soruşmuşdu. Köynəklər. Beləncə ketan rubaşkalar var. Neçəyədir bu? 35'ə. Hər rəngi də var. Bu düzdür rubaşka deyil, bu fincəydir. 3 dənəsi. Qabağa səhv gəlib. TikTokda, Instagramda paylaşmışam bunları. Nur hicab. N-O-R hicab yazsız çıxmalıdır inşallah. Bunlar enli rubaşkalar bunlardır. Sonra belə bir rubaşkalar var. Enlilərdən hansını göstərim? Enlilərdən bunlardır. Bunun ağ rəngi də var. Beləncə enli. Böyük bədən kimi də gedir də bunlar. Bir də bu rəngi də var. Belə. Təzə gələn mallardan da var. Dünən hicab yerini doldurmuşuq, xeyli hicablar gətirmişik. Cürbəcür rənglərdə, cürbəcür modellərdə. Sonra bunlar bizim indirimli mallardır burada. 20% indirim eləmişik hələ ki. Belə. Hamısını buraya yığmışıq hicablar da həmçinin indirimli olanlardır. Bu zona indirimli zonadır. Sonra nə göstərəcəkdim? Bir kətan kostyumlarımız gəlib. Sonra bir də belə bir dəsti. Əyində qəşəng qalırsa, burası sıxılıb belə. Açanda qəşəng qalır. Üstündə də səhiymişıq. Belə, sonra bu donlardır təzə. Sonra bu kostyum var təzə. Şalvarındır bu. Bu içlik donlandır. Qısa qol. Qolsuz da yəni. Amma bu şalvarlandır. Belə bir dondur. Sonra belə kətan kostyumlardır. Şalvarlar. Beləncisi də var ketan, bir də beləncisi də var ketan şalvarla. Belə bir enli köynəklər də var. Bu model də çox qəşəngdir. Enli belə. Sonra göstəriləsi şeylər çoxdur əslində. Sadəcə hamısını bir videoda göstərməyim. İndi gedim manikenləri düşürdüm. Onları düşürdəndən sonra da çəkim. Bir də əyinlərini dəyişim. Elə də baxım görüm. Çəkmə, bunların əyinlərin dəyişmə proseslərini də göstərdim. Sadəcə olaraq əyinlərini çıxardan da istəmirəm daha göstərim. Ona görə daha göstərməm. Hazır olandan sonra göstərəcəm. Gözəllərimizi də düşürdüm. Geyimlərini göstərmək istəyirəm sizə. Belə 3 iplik paltarımızda burada biraz başqa cür düşür rəngi. Amma belə deyil. Rəngi daha qəşəngdir.
Videoda biraz bulanıq kimi görünür. Belə cibləri var. İpləri. Bu hicab da biraz fərqli hicabdır. Baxız belə. Bura kimi uzunluğu var. Baş hissəsində belə tikiş var. Şonkası da belədir. Yanlarında da zamoklar var belənci. Yupqası da belə, beləncidir. Qıraqlarından belə tikiş üstə gedir. Fərqli modelimizdir. Bu da həmçinin kapşonkalı hicabdır. Işığa görə görünmür. Bu hissəsində tikiş var belənci. Buradan ortada, buradan beləsinə. Burada belə don, belə boğazlı dondum. İki tərəfli zamokdan buradan da zamok açıb. Baş girməsə açıb giymiyor. Burada da zamok var. Belə bir cibləri var. İndiki vaxta qəşəng gedər bu donlar. İndiki havaya. Bu hissəsində də zamokdur. Uzun belə. Bunun boz rəngi də var. Bu indi endirimdədir. Neçəyədir? Bir dənə baxım. Endirimli malların içinə. 90 manatdan 72 manata. Belə, bu belə manikenləri giyindirmişdik. Buradakı belə. Arganza şərfimiz. Belə bir püncək, ağ. Və belə bir yubkalar. Belə rezinli yubkalarda. Bunun iki cür rəngi var, göstərim. Bu cür rengi var. Krem rengi. Pencəklər də buradadır. Üstünə setkaş eləmişik ki, kuryonka çirklənməsin deyə. Bəzi uşaqlar gəlirlər, manikenlərdə oynadırlar. Pencəklərdə oynadırlar, çirklənməsin deyə. Və belə bir donumuz. Bunun tünd rəngi məndə var idi. Keçən videoda göstərmişdim də bunu. Belə bir dondu. Belə bir şərflə. Şərfdə stricdir. Onun fərqli materialı var. Belənci. Onun da hicablarının rənglərini də göstərim. Haradaydı o? Burada. Bu yox. Bu rənglərdir. Neçədir? 15 manat. Bu niyə buradadır? 15 manatadır. Və bunu deyəsən yığdıqlarımın, padarka yığdığım pakovka elədiyimdə də var bu rəngləri. İki nümunə kimi saxlamışam ki, hədiyyəlik kimsə, qutu istəsə belə. Buradakı neçəyə başa gələr heç hesablamamışam. Biri 15-ə təsəvvür 15, 4-dən 15, 4-dən 15. Korobka özü 4-5 manatdır hesablamışam. Bir də bu qaşlarda hələsi 1 manatdan. İndi endirim olunarda ümumi belə hədiyyəlik götürülsə. Yəni hədiyyə kimi də nə istəsəz qoymaq olar bu korobkaların içinə. Məsəl üçün belənci nabor bunların, sonra nə bilim iynələri, ətirlərdən qoymaq olar. Sonra bonilər, şərflər, hazır hicablar, nə bilim qolçaqlar, hər bir şey qoymaq olar. Kimin ürəyinə qiymət, hansı qiymətə nə istəyirsə hədiyyəlik yığmaq olar. Həm bayrama, həm nə bilim adi pay kimi kiməsə vermək istəyəndə. Bir də belə Ramazana aid belənci torbalar var, sumkalar və beləncilər də var. Belə. Bugünlük bu qədər. İnşallah gələn görüşlərə kimi. Sağ olun, salamat qalın.